Bugün Azərbaycan güləşinin tarixində böyük bir qələbə qazanmaq olar. Gənc güləşçimiz Səsir Cəfərov 3 qat Avropa çempionu kimi bu gün finalda Türk idmançısı ilə güləşəcək və qalib gəlsə Yunan-Roma güləşimizin tarixində ilk 4 qat Avropa çempionu kimi tarixə düşəcək. İndiyənə qədər 2 idmançımız 4 qat Avropa çempionu olublar. İkisi də sərbəst güləşdə Hacı Əliyev və Xətab Qazimov. İndi də həsrət onlara çata bilər. Bu axşam olacaq. Bundan da əlavə olaraq Qurban Qurbanov çalışacaq keçən il qalib gəldiyi titulu qorusun. O da bu gün finaldadır. İnşallah 2 qızıl medal qazana bilərik. Onlardan əlavə olaraq 2 qat Avropa çempionu Nihat Məmmədli bürünc medal uğrunda güləşəcək və ümid edirik ki, bu yarışda medal qazanacaq. Dünənləri də 2 idmançımız bürünc medal qazanmışdılar. Maksimum belə deyim, millinin nəticəsi 5 medal ola bilər. Və yarışdan sonra ümid edək ki, Məhəmməd Bəna milli komandanın yeni baş məşqçisi, onun üçün onu da qeyd edək ki, bu Avropa çempionatı debütdür. Bu qazanılan medallara necələr şərhini verəcək, analizini edəcək və ən əsas da odur ki, Avropa çempionatı həmişə bizim üçün nə olub? Dünya çempionatına gedən bir yoldur, hazırlıq bir planıdır. Əsas işlər oktyabrda olacaq dünya çempionatında. Bütün idmançılarımıza uğurlar, necələr Tiranadan çalışacaq, maraqlı reportajlar edək.